Zeydilərlə Cəfərlərin fərqi nədir? Zeydilərlə Cəfərlərin fərqi odur ki, yəni Zeydilər, bunlar da Şiə sayılırlar, Şiə məzhəbinin bir qoludur. Fərqi odur ki, Zeydilər yəni rafisi deyirlər. Yəni onların məsələn sahabələrə münasibəti, ən birinci fərq bundadır ki, sahabələrin münasibəti rafisilər kimi deyil. Həmçinin onlar rafisilər kimi 12 imam etiqadında deyirlər və o imamların məsumluğuna etiqad etmirlər. Həmçinin onlarda rafisilərdə olduğu kimi Mehdi inancı yoxdur. Həmçinin bu azanda 3-cü şəhadət və ya möhür və ya başqa əməllər yoxdur. Və demək olar ki, yəni xüsusən də yəni etiqad məsələsində məsələn Abu Bakrı, Öməri, Osmanı onlar söyməzlər. Aydındır? Yəni böyük fərq var və əslində rafislər Zeydiləri kafir görürlər. Və Zeydilər demək olar ki, Şiə məzhəbləri içərisində ən mu'tədil firqə sayılır. Ən mu'tədil firqə sayılır. Yəni həddə aşmayan. Və təbii ki, bidət əhlidirlər. Bidət əhlidirlər. Və hətta ibadətləri də əhl-i sünnətin ibadətinə oxşur və namazda əllərini bağlayırlar. Aydındır, və belə. Və ən önəmli fərqlərdən də bir budur ki, yəni subhanallah, düz və ya səhv, hələn bura girmirəm, yəni çox qəribə bir haldır, Zeydilərin əlində Zeyd ibn Əliyə nisbət edilən musnəd əsəri var və ona nisbət edilən fiqh kitabları var. Amma Cəfərlərin əlində Cəfərə nisbət edilən heç bir şey yoxdur. Heç nə. Aydındır. Yəni, demək olar ki, firqələr içərisində yəni, dəlildən ən çox yoxsun və dinlərini nağıllar üzərində quran yeganə firqə rafisilərdir. Hətta Zeydlər bu məsələdə onlar kimi deyirlər. İxlasla.com saytı tərəfindən təqdim olundu.